İnsan cəmiyyətləri tarix boyu ölümü yalnız bir son kimi deyil, başqa bir mərhələyə keçid kimi qəbul ediblər. Buna görə də dəfn mərasimləri sadəcə bioloji bir prosesi deyil, dərin, mədəni, dini və psixoloji mənaları əks etdirir. Bu videoda təqdim olunan qəribə dəfn adətləri əslində insan ağlının, inanclarının və ətraf mühitə uyğunlaşmasının elmi və mədəni izahını verir. Tibet səma dəfni bunun ən bariz nümunəsidir. Yüksək dağlıq ərazilərdə torpağın donmuş, ağacın isə az olduğu yerlərdə klassik dəfn və ya yandırma çətindir. Buddist dünya görüşünə görə bədən ölüm anından sonra artıq şəxsiyyət deyil, boş bir qabdır. Cəsədin kərkəslərə verilməsi həm təbiətin dövranına töhfə, həm də mərhəmət aktı sayılır. Ekoloji baxımdan isə bu üsul resurs sərf etmir və çürümə yolu ilə xəstəlik yayılmasının qarşısını alır. Madagaskardakı Famadixana mərasimi ölülərlə canlılar arasındakı sosial bağın davam etdiyini göstərir. Burada ölüm son əlaqənin qırılması deyil. Antropoloqlar bunu kollektiv yaddaşın yenilənməsi kimi izah edirlər. Ailə üzvləri əcdadları yenidən ziyarət edir, onlarla rəqs edir, adlarını xatırlayır. Psixoloji baxımdan bu, yasın travmatik təsirini azaldır və ölümü qorxulu yox, tanış bir anlayışa çevirir. Qanadakı fantaziya tabutları isə insan kimliyinin ölümdən sonra da simvolik şəkildə yaşadılmasının nümunəsidir. Balıq formasında tabut sadəcə estetik seçim deyil, o insanın balıqçı olduğunu göstərir. Sosial elm baxımından bu, statusun və fərdi hekayənin icma yaddaşında qorunmasıdır. Zərdüştlilərin sükut güllələri elm və inancların kəsişdiyi maraqlı nümunədir. Zərdüştlilikdə torpaq, su və od müqəddəs sayılır, cəsəd isə çirkli hesab olunur. Buna görə də nə torpağa bastırılır, nə də yandırılır. Açıq güllələrdə quşlara buraxılmaq həm dini təmizlik, həm də bioloji parçalanmanın ən sürətli yoludur. Müasir elmdə bu, təbii biodegradasiya forması kimi qiymətləndirilə bilər. Yeni Arliyan caz dəfinləri isə ölümü qorxu yox, həyatın bayramı kimi qəbul etməyin sosial modelidir. Musiqi burada psixoloji terapiya rolunu oynayır. Araşdırmalar göstərir ki, kollektiv musiqi və ritm yaz zamanı stres hormonlarını azaldır, insanları emosional olaraq birləşdirir. Asma tabutlar, Çin və Filippin, coğrafiyanın inanclara təsirini göstərir. Dağlıq ərazilərdə yaşayan icmalar ölüləri yüksəklərə yerləşdirərək onları yerə yaxın, çirkdən uzaq tutduqlarına inanırdılar. Bu həm də yırtıcılardan qorunma və torpaq çatışmazlığının həlli idi. Nəhayət, külün zinət əşyalarına çevrilməsi müasir dövrdə